Hər kəsə salam, əziz TechWeek dinləyiciləri. Bugünkü günlərdən yenidən bazar günü və TechWeek-in 8-ci epizodu sezon 3-ün buraxılışına xoş gəlmisiniz. Mən sizinlə birlikdə yenidən Kamran Həsənoviç studiyadayım və keçən həftə 2 həftənin geridə qoyduğumuz 2 səs-küylü həftənin mövzularından biri olmuş Dario Amodei, yəni Anthropic süni intellekt şirkətinin CEO-su olan Dario Amodei'nin müzakirəyə səbəb olan intervyuları və onun çıxışları oldu. Dario Amodei nəyə xəbərdarlıq edir? Süni intellektin hərbi tətbiqləri nə üçün ciddi etik müzakirələrə səbəb olur? Bu gün sizinlə bunu müzakirə edəcəyik. İlkin olaraq başlamaq istəyərdik ki, əvvəlcə süni intellektin necə hərb sənayesinə inteqrasiya olunduğundan başlayaq və bu sənayedə artıq artan bir miqdarda bu sistemlərin rolunu biz görürük. Və süni intellektin sürətlə inkişaf etməsi artıq bu cür sistemlərdə bu istər kiber təhlükəsizlik dünyasında olsun, istər surveillance texnologiyalarında, yəni müşahidə texnologiyalarında və ya da dron sənayesində də istifadə olunur. Və hökumətlər, texnologiya şirkətləri bunun ətrafında müzakirə edirlər ki, silah sistemlərində hansı belə deyək, süni intellektlərdən istifadə olunmalıdır və süni intellektlərə verilən bu muxtariyyət dərəcəsi, məsələn, hansı qərarları süni intellekt verməlidir? Bu qərarlar zəncirində nə qədər belə deyək, nisbətdə insan olmalıdır, insanların payı nə olmalıdır və insanların rolu nə olmalıdır? Bunun net şəkildə müzakirələr gedir bu barədə. Və bu belə deyək, inteqrasiya nəticəsində bu qədər belə deyək, bu texnologiyanın verdiyi bu nəticələri, müsbət nəticələr deyək də, onların faydalarını görən bu sənaye sahələri onların belə deyək, əsasən də həyat və ölüm qərarları kimi önəmli qərarlar verilməsində nə qədər təhlükəli ola biləcəyini müzakirə etməyə başlayıblar artıq və ekspertlər bununla bağlı xəbərdarlıq edir ki, Dario Amodei'nin də müzakirə etdiyi və qarşı çıxdığı mövzulardan biri, yəni xəbərdarlıq etdiyi mövzulardan biri də elə bu barədə idi. Mövzunun vacibliyi, mövzunun önəmi elə buradan başlayır ilk öncə. Çünki qeyd etdiyimiz kimi, süni intellekt hər hansısa bir belə deyək, mənəvi gündəmə sahib deyil, mənəvi bir qərar vermə belə deyək, etibarında deyil, bu bacarığa sahib deyil və bununla belə onun bu xüsusiyyəti müxtəlif sektorlar tərəfindən, müxtəlif belə deyək, insanlar tərəfindən bu müsbət və yaxud da yaxşı bir şeymiş kimi və yaxud da çox bərbad bir şeymiş kimi görülə bilər. Və bugünkü müzakirəmiz tamamilə obyektiv olacağı üçün biz sizinlə bu mövzunu açmağa qərara gəldik. Və Amodei'nin əsas əslində narahatlığı bundan ibarət idi ki, süni intellekt bu texnologiyaların gücünü və əlçatanlığını dramatik şəkildə artıra bilər. Xüsusən də bu yaxınlarda Pentagonun özünün də Amodei'nin şirkəti olan Anthropic'in supply chain risk adlandırıldığından sonra onların səhmləri də düşdü və Amodei özü də çıxış edərək öz mövqeyini bildirməli oldu. Onun belə deyək, xəbərdarlığının nəyə görə vacib olduğunu sizə izah edək. Süni intellektin bu belə deyək, texnologiyaların gücünü və əlçatanlığını dramatik şəkildə artdırması onun nəzarətdən çıxması riskini yaradır və bu nəzarətdən çıxma riski böyük bir katastrofik nəticələrə səbəb ola bilər. Biz artıq bunu bilirik ki, süni intellekt əvvəlki kimi, məsələn 3-4 il əvvəlki kimi zəif deyil və onun artıq müəyyən bir bəzi kapasiteləri var ki, onlar araşdırılmayıblar və kifayət qədər araşdırılmadıqları üçün də biz onların nəticələrini bilə bilmirik, öngörə bilmirik və onların rahat şəkildə bu cür istifadə olunması, bu cür kritik sektorlarda istifadə olunması təbii ki, narahatlıq doğuran səbəblərdən biridir. Avtonom silahlar da digər narahatlıq doğuran səbəblərdən biridir. Bu avtonom silahlar Amodei və Anthropic'in belə deyək, bu mövzuya qoyduğu qırmızı xətt kimi qeydə alınır. Son Dario Amodei'nin verdiyi müsahibədə də bunu bildirmişdi və şirkətin mövqeyinin də bu olduğunu bildirmişdi. Bizim üçün qırmızı xətt adlandırmışdı bu cür avtonom silah sistemlərini. Təbii ki, bu başa düşülən bir şeydir. Çünki düşünün ki, hansısa bir silahın arxasında heç bir insan dayanmayıb və insan qərar vermir və hədəf alan sistem düşünün ki, heç bir belə deyək, statistika və riyaziyyatdan başqa heç bir sistem tərəfindən belə deyək, idarə olunmur. Yəni bu öz-özlüyündə bir distopik bir gələcəyə sanki işarə edir. Digər bir mövzu isə təbii ki,
insan nəzarəti olmadan, belə deyək, hədəf alan və yaxud da bu qərarlar verən avtomatik sistemlərdən əlavə olaraq digər bir şey isə kütləvi, miqyaslı, bu cür alətlərin kütləvi miqyaslı propagandalar olsun və yaxud da hansısa bir mesajların ötürülməsində olsun, belə deyək, kütləvi şəkildə, ideyalar yaratmaq, bu kimi şeylər, diskursu dəyişdirmək kimi bunlar da, kritik məqamlardan biridir ki, süni intellekt, sistemləri, bu barədə belə deyək, çox bacarıqlıdırlar. İnsanlardan daha yaxşı orqanizə ola bilirlər, daha yaxşı təşkil ola bilirlər. Amma, onların arxasında qərarverici mexanizm tam aydın deyil və, bu böyük bir risk yaradır. Həmçinin də, süni intellekt sistemlərinin qərəzli ola biləcəyi və onların səhv edə biləcəyini həmin bu modellərin qərəzli, datalar üzərində təlim keçdiyində nəzərə ala bilərik, və kiberhücum və yaxud da manipulyasiyaya da açıq olduqlarını nəzərə alsaq, yəni bunların, kodları olsun, sistemləri olsun, bu 2 qat, 3 qat belə deyək, bu riskləri daha da artırır, və, bu kimi belə deyək, önəmli risklər, nəzərə alınaraq, idarə olunaraq və, bu riskləri akademik olaraq, elmi olaraq başa düşdükdən sonra, onlar ətrafında çərçivələr yaradıldıqdan sonra bu riskləri mitigasiya edib sonra davam etmək daha məsləhətlidir və bu, Anthropic şirkətinin, rəhbəri olan, Darion'da, qeyd etdiyi məqamlardan biri idi. Digər şirkətlər, məsələn, OpenAI olsun, Gemini olsun, onlar, daha, zəif mövqe bildirərək, daha belə deyək, rahat bu mövzulara yanaşaraq, həmin bu, belə deyək, etik müzakirələrin texnologiyanın inkişafının qarşısını aldığını, irəli sürürlər. Bu cür mövqedən çıxış edirlər. Onların dediyinə görə, bizim bu cür müzakirə etməyimiz bizim, belə deyək, ABŞ kontekstində danışaq, Amerika Birləşmiş Ştatları kontekstində onların, sənayesini və onların, innovativ bu texnologiya sahəsində olan qabaqcıl, belə deyək, irəliləyişlərini, qabaqda olmaqlarını qarşısını alır və digər məsələn rəqiblər olsun, Çin deyə bilərik ki, onun, Çinin qabağa çıxmasına və rəqabətdə, Amerikanın keçməsində, belə deyək, bunu risk kimi görürlər. Nəinki, məsələn, bizim bayaq qeyd etdiyimiz avtonom silahlar olsun, kiber hücumlar olsun və s. Yəni bunları daha az risk kimi görürlər və bu risk kateqoriyasında fərqli, dəyərləndirmələr mövcuddur şirkətlər arasında. Təbii ki, müzakirə, açıqdır, hələ də davam edir, amma, bu belə deyək, risklərdən, biridir. Digər bir misal isə məsələn, Darionun, qeyd etdiyi məqamlardan biri də minlərlə və yaxud milyonlarla belə deyək, avtonom sistemlərin, dronların koordinasiya şəklində, koordinasiya olunmuş, bir şəkildə hərəkət edə biləcəyi potensialı və yaxud da, minlərlə belə deyək, AI maşınının, bir-biri ilə koordinasiya etməsi və yaxud öz-özünə qərar qəbul etməsi, bir agency əldə edərək öz-özünə qərarlar qəbul etməsi və yaxud da komandlara, yəni verilmiş promptlara, verilmiş, göstərişlərə, əmrlərə tabe olmama riski, kimi, qələmə verilə bilər, müzakirə oluna bilər. Bunun, məsələn, sektor tərəfdən, tərəfdaşları deyirlər ki, bu, hərbi proseslərin xərcini azaldır. Çünki insan, bu qərar vermə mexanizminin içinə daxil olduqda istər-istəməz xərc artır və bu cür avtonom sistemlərin daxil olması həm effektivliyi artırır, həm də xərcləri azaldır. Amma bunun böyük bir riski də var ki, yenə də o distopik gələcəyə, işarə edən, belə deyək, nişanlardan biri də, bu münaqişələrin xərcinin azalmasına və daha tez-tez baş verməsinə səbəb ola bilər. Çünki ölkələr görə bilər ki, mən bu cür məsələn, avtonom, sistemlərdən istifadə edərək daha ucuz bir şəkildə, məsələn, hərbi proses, başlada bilərəm və yaxud da müharibə edə bilərəm. Ona görə bunu daha tez-tez, belə deyək, bu cəsarətləndirə bilər məsələn müəyyən qərarları, yanlış, qərarları. Bununla da risklər necə böyüyə bilər, bu da aydındır. Yəni, süni intellekt şirkətlərinin xüsusən də bugünkü dövrdə, qabaqcıl şirkətlərin, belə bir etik mövzularda, mövqe göstərməsi və yaxud da göstərməməsi təbii ki, açıq şəkildə müzakirələrə səbəb olur, mübahisələrə səbəb olur. Digər bir şey isə süni intellektin, silahların hazırlanmasına kömək etməsi. Bunlar məsələn, Amodenin xəbərdarlığına əsasən gələcək AI modelləri, süni intellekt modelləri, bioloji silahların məsələn hazırlanmasında texniki olaraq kömək edə bilər. Bu məsələn cürbəcür promptlar yazaraq, tutaq ki, patogenlər haqqında məlumat əldə edə bilər bir insan və yaxud da genetik məlumatlar əldə edə bilər və s. Bu da istər-istəməz bu force multiplier dediyimiz qüvvətin, üst-üstə gəlməsi nəticəsində, əvvəllər böyük belə deyək, dövlət laboratoriyalarının, edə bildiyi bir şey artıq kiçik qruplar məsələn, bunu mümkün hala gətirə bilər kiçik qruplar üçün və bu da
aşırı dərəcədə riskləri artırır və sanki belə deyək, can of worms deyilən o ingiliscə bir ifadə var. Qabın içindən belə deyək, soxulcanlar çıxdı və o idarə olunmaz bir şeyə gəlib çıxır. Yəni idarə olunmaz bir yerə gəlib çıxır. Can of worms prosesi olur. Bu da çox önəmli risklərdən biridir. Biz bunu nəzərə almalıyıq ki, hər bir insanın əlinə düşən bu texnologiyanı hər kəs müsbət faydalar üçün, müsbət məqsədlər üçün istifadə etməyə bilər və bu riski hər zaman gözə alıb elə məhsulu belə deyək, nümayiş etdirmək, məhsulu bazara çıxarmaq və yaxud da yəni istifadəyə açmaq daha məsləhətlidir. Və digər üçüncü bir risk isə bu belə deyək, siyasi olaraq diskursun dəyişməsi və yaxud da mübahisələrin kütləvi şəkildə dəyişdirilməsi mövzusu. Məsələn, antropik bəzi istifadələrə məhdudiyyət qoyur. Tutaq ki, bu istər mass domestic surveillance dediyimiz, yəni kütləvi müşahidə aparatları olsun, avtonom silahlar olsun. Ancaq bəzi belə deyək, qurumlar isə bu bayaq qeyd etdiyimiz kimi bu kimi məhdudiyyətlərin texnoloji üstünlüyü zəiflədə biləcəyini, texnoloji imkanların zəiflədə biləcəyini, limitləyə biləcəyini düşünürlər. Bu dediyimiz bu siyasi mübahisə mövzusu, yəni kütləvi fikir dəyişdirmə və yaxud da kütləvi şəkildə koordinasiya prosesi bu süni intellektlərin edə biləcəyi çox belə deyək, asanlıqla edə biləcəyi bir şeydir və bu da istər-istəməz müxtəlif belə deyək, ölkələrdə ciddi müzakirələrə səbəb oldu. Çünki düşünün ki, hər hansısa bir tutaq ki, Anthropic-in süni intellekti olsun, istər Gemini-nin olsun, Google-un və yaxud da OpenAI-ın bu sistemlər asanlıqla kütləvi şəkildə hesablar yarada və yaxud da bot şəbəkələri yarada və yaxud da müxtəlif medialarda diskursu dəyişməyə yönələ bilərlər və bu da avtomatik olaraq milli təhlükəsizlik müzakirələrini ortaya qoyur və bu çox belə deyək, önəmli mövzu kimi görülür Anthropic tərəfindən. Bu belə deyim, müzakirənin özü, bu debatın özü əslində çox həssas bir mövzudur, çox çətin bir mövzudur həmçinin. Çünki biz sizə burada hər iki tərəfin arqumentlərini göstərsək də, teknik olaraq biz buna inanırıq ki, bu mövzular həddindən artıq önəmli və kritik mövzulardır. Bu müzakirələri etmək və bu kimi sistemlərin gələcəyin belə deyək, insanlığın yatırımına, insanlığın müsbət fayda götürə biləcəyi məsələlərə yatırılmasına daha belə deyək, üstünlük verərik. Digər məsələn tərəf isə bayaq qeyd etdiyimiz kimi belə iddia edir ki, bu belə deyək, süni intellekt silahları və yaxud da süni intellekt sistemləri rəqib dövlətlərin süni intellekt texnologiyalarına qarşı balans yarada bilər. Yəni bunun avtomatik bir geoiqtisadi, geosiyasi bir mövqeyisi də var. Bu tərəfi də var bu müzakirənin. Buna görə də açıqdır, yəni müzakirəyə açıq bir mövzudur. Məsələn, Avropa İttifaqının özü daha çox bu əks arqumentdən çıxış edir. İstər-istəməz onların daha çox güvənlik, təhlükəsizlik tərəfindən yanaşmasını biz görürük. Məsələn, müştərilərin haqqları olsun, istər bu cür risklərin, bu cür böyük risklərin qarşısının alınması olsun. Amma məsələn, Amerika Birləşmiş Ştatlarının daha bu mövqedə daha rahat yanaşdığını görürük və daha çox texnologiyanın sürətli inkişafına və o sürətli gedək və bir şeyləri sındıraq, sonra onu bərpa eləyərik. Sanki sonradan reaktiv belə deyək, qoşulur sonradan müzakirəyə. Bu mövzuda məsələn Çin də biraz bənzəyir bu mövqedən Amerika Birləşmiş Ştatlarına. Çinin də texnoloji belə deyək, innovasiyasını biz görürük ki, sanki balanslı gedir, amma istər-istəməz onlar da bu kimi xüsusiyyətlərə, bu kimi mövzulara çox diqqət ayırırlar. Məsələn, süni intellektin hərbi sənayedə tətbiqi ilə bağlı. Tənqidçilər təbii ki, biz bu mövzuda tənqidçilərlə eyni düşünürük və süni intellekt silahlarının və bu cür süni intellekt sistemlərinin avtonom sistemlərdə tətbiqi olsun, digər bu kütləvi koordinasiya sistemlərinin tətbiqi olsun, bunlar müharibələrin daha sürətli eskalasiyasına səbəb ola bilər və bayaq dediyimiz kimi müharibələrin, hərbi operasiyaların daha ucuzlaşmasına səbəb ola bilər və məsuliyyət probleminə gətirib çıxarır. Bu məsuliyyət problemi dediyimiz nədir? Məsələn, hansısa bir qərarlar zəncirində qərarın kimin verdiyinə biz onu bilməyə bilərik. Yəni qərarın kimin tərəfindən verildiyinə və məsuliyyətin kimə belə deyək, aid olduğunu bilməyə bilərik. Bu da çox ciddi bir hüquqi və etik təbii ki məsələlər daşıyır, öz içində ehtiva edir, hüquqi suallar doğurur.
Və bu kimi risklər təbii ki, müzakirə olunmalıdır. Təbii ki, bu kimi risklər diqqətə alınmalıdır, biz belə düşünürük. Gəlin indi sizə sual ünvanlayaq. Sizcə beynəlxalq qanunlar süni intellekt inkişafı ilə ayaqlaşa bilərmi? Güclü süni intellekt sistemləri hökumətlər tərəfindən yoxsa böyük texnologiya şirkətləri, konglomeratlar tərəfindən idarə olunmalıdır? Və sizcə süni intellekt silahları və süni intellekt sistemlərinin bu cür riskli sektorlarda istifadəsi nələrə yol aça bilər? Siz bu barədə nələr düşünürsünüz? Sizcə bu bizim belə deyək, icmanın, bizim sivilizasiyanın qarşısına qoyduğu bir challenge-dırmı, yoxsa bu barədə bir narahatlıq yoxdurmu? Sizcə gələcəkdə məsələn bu kimi belə deyək, innovasiyalar daha yaxşı məqsədlər üçün istifadə oluna bilər? Çünki məsələn düşünəndə ki, bu gün dövrümüzdə istifadə etdiyimiz bir çox texnologiya əslində vaxtilə hərbi sənayedən gəlmişdir. Məsələn, GPS olsun, geolokasiya sistemləri olsun, mikrodalğa məsələn texnologiyaları olsun, internetin özü belə, Wi-Fi-nin özü belə bir zamanlar Kaliforniya Universitetində və yaxud da digər UCLA müxtəlif universitet laboratoriyalarında yaradılmış lokal sistemlərdən gəlib, bu günə çıxıb və bu gün hal-hazırda biz onu hərbi məqsədlə istifadə eləmirik. Məsələn, bu gün hal-hazırda onun biz faydalarını görürük ancaq. Siz nə düşünürsünüz bu barədə? Bu barədə sizcə qısa müddətli düşünmək, riskləri daha qabartmaq, yoxsa uzun müddətli düşünüb, uzun müddətli fokus olub onun optimal tərəflərinə, daha müsbət tərəflərinə fokuslanmaq daha yaxşıdır? Fikirlərinizi bizimlə bölüşə bilərsiniz, əziz dinləyicilər. Və dinlədiyiniz üçün çox-çox təşəkkürlər. Bizim bugünkü mövzumuzda bu irəli qoyduğumuz mövqe AI, süni intellekt insanlığı məhv eləyəcək, dünyamız dağılacaq. Bu tərəfdən deyil, daha informativ belə deyim mövqedən yanaşdıq. Bu gün süni intellekt çox güclü texnologiyadır. Bunu biz qəbullanırıq və bu gücü idarə etmək böyük məsuliyyət gətirir özü ilə bərabər və onun təhlükəsiz onun təhlükəsiz istifadəsi daha düzgün idarə etmə və nəzarət o cümlədən həmçinin də beynəlxalq əməkdaşlıq tələb eləyir. Bölümü dostlarınızla, yaxınlarınızla paylaşmağı və bizimlə birlikdə bu müzakirələrə qoşularaq öz fikirlərinizlə töhfə verməyi unutmayın. Dinlədiyiniz üçün təşəkkürlər. Sağlıqla qalın, təkrarla qalın. Növbəti epizodlarda görüşmək ümidi ilə.